Ermənistan hökuməti Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında 30 noyabr 2016-cı ildə imzalanmış razılaşmanın təsdiqi haqqında qanun layihəsini bəyənib. Ermənistanın bir İN-AM saytı xəbər verir ki, qanun layihəsi müəyyən edilmiş qaydada parlamentə təqdim ediləcək. Sayt qeyd edir ki, Rusiya bu təşəbbüslə Ermənistan ordusu üzərində öz nəzarətini artırmağa çalışır. Bildirilir ki, bu ideya 2016-cı ildə baş verən Aprel müharibəsindən sonra yaranıb. Rusiya Ermənistanı təslimçiliyə məcbur edir. Moskvada əmindirlər ki, atəşsiz Ermənistan siyasi sistemini təslim olmağa məcbur edə bilərlər. Moskvada ümumiyyətlə səhv etmirlər, çünki parlament koalisiyası və Sarukyan bloku bu razılaşmanın xeyrinə səs verəcək. Tək intriqa Yelk blokunun səsverməsi ilə bağlıdır. Bu səsvermə əsas sınaq olacaq ki, cəmiyyət Yelk blokunu həqiqətən Ermənistanın Avrasiya İqtisadi İttifaqına çıxışı prosesinə təşəbbüs etdiyinə əmin olsun. Statın sonu. Bu problemdə böyük siyasi məna olduğunu vurğulayan sayt qeyd edir ki, əgər birləşmiş qruplaşmanın yaradılması haqqında razılaşmanı imzaladığın ölkə sənin düşmənini, yəni Azərbaycanı silahlandırırsa, onda sən şəxsi kapitulyasiya haqqında aktı təsdiqləyirsən.